Uşağa verilən ən böyük zərər nədir? Təbii ki, evdəki müharibə. Uşaq ayrılıqdan qorxduğu qədər, eyni zamanda valideynlərinin bitmək bilməyən davalarından qorxur. Onların hər gün mübahisə etməsi, uşağın ruhunu, ürəyini, psixikasını yavaş-yavaş zədələyən gündəlik bir zəhərdir. Aydındır ki, boşanmaq heç zaman asan deyil və uşaqlar üçün öz çətinlikləri var. Amma gəlin bir sual verək. Uşaq üçün ən böyük travma nədir? Ayrılıq yoxsa müharibə? Psixologiya bunu bir mənalı cavablayır. Uşağın ən böyük travması valideynlərinin bitmək bilməyən münaqişəsidir. Uşağın şahid olduğu bu münaqişələr onun psixikasına davamlı zəhər ötürür. Bəzən fərqli evlərdə yaşanan sakitlik bir evdə yaşanan müharibədən daha sağlam bir həyat təmin edə bilir. Əgər bir ailədə sülh yoxdursa, boşanmaq uşağın sağlamlığı üçün bir risk yox, bəzən yeganə həll yolu olur. Bəs siz bu mövzuda necə düşünürsünüz?